Mən də səhərdən bunu axtarıram. Gəlib tirrənib bura. Sən əməlinə bax. Pişiyi də nə? Səhərdən bunu axtarıram. Deyirəm hardadır bu? Kreslo'daydı değil mi yatağında? Elə ki, axşam betondan çıxıb. Elə çevir orada Türkiyə akkauntuna görək. Deməli uşaqlar, Türkiyə akkauntunun açılması, içərisinə pulların vurulması, Türkiyə akkauntu haqqında məlumat vereyim sizə. Mən özüm bax, bibliotekaya girir o. Özüm Türkiyə akkauntu istifadə edirəm. Başa kolleksiyaya keç. Oyunlar da ucuz düşəndə, internetə qoşulmayıb ona görə. İnterneti yenilə. Oyunlar da ucuz düşəndə, burada fırsatlar bölümü var. Misal üçün 20 manatlıq oyun olur 5 manat və yaxud da 50 manatlıq oyun olur 10 manat. Yəni bu şəkildə alırsan, ömürlük sənin də akkauntunda qalır. Başa kolleksiyaya keçirəsən. İnternet var abi. Store'a daxil ol onda. Ömürlük də qalır dostlar. Yəni yaddaşa görə əgər istərsiniz poza bilərsiniz. PlayStation 4-lərdə, 5-lərdə. Bu alınan oyunlar sizin kollektivizdə qalır ömürlük. Oyunu 100 dəfə də istəsən pozub yaza bilərsən yaddaşa görə yəni. Yəni əslində istərsiniz PlayStation 5-lər üçün münasib qiymətə yaddaş kartları var. Hansı ki hard disklər sırf PlayStation 4-ün oyunlarını dəstəkləyir. Bu qaydada da yazıb yaddaşını oynamaq olar.